Şamaxıya gedirik, könüllülərlə bir görüşümüz olacaq. Təcrübədən, dəyərlərdən, uğur hekayələrindən danışacağıq. Fərqli bir formatda, fərqli bir görüşün sizin üçün də maraqlı tərəflərini təqdim edə biləcəm. Şamaxıda, Pirqulda könüllülərlə birgə Yay Festdə bax bu gözəl gənclərimizlə birgə. Möhtəşəmdir. Hər vaxtınız xeyirli olsun əziz dostlar. Sevdiyiniz təqdirdə fərqi yoxdur. Hansı peşənin sahibi siz orada uğur qazanacaqsınız. Mən həm də Ümumi Liderin yanında və Cənab Prezidentin yanında bu səfərlərdə bir dövlətçilik tərbiyəsi keçmiş oldum. Bir il yarımda artıq Ajans.az xəbər saytını yaratmışıq. Rəhbəriyəm, yaradıcısıyam, komandamız var, çalışır. Həm sosial platformalar üzərində, eyni zamanda sayt üzərində çalışırıq. Əziyyət çəkirdik, zəhmət çəkirdik, reportaj hazırlayırdım. Mən bir gündə 3 reportaj eləyirdim. Axşam efiri də təhvil verirdim və məzuniyyət haqqında düşünmürdüm. Daim çalışırdım, ünsiyyət. İndiki qədər də hər şey rahat deyil. Müəllimlərinizi heç vaxt unutmayın. Məktəbdə, ailədə və digər yerdə. Sizin üçün maraqlı olmayan işi işləsəz, valla bir gün tükənəcək və oradan çıxıb gedəcəksiniz, onu itirmiş olacaqsınız. İnsanın bəzən elə bir çətin anı olur ki, dostlar, həmin anda əlinizdən kimsə tutur yıxılanda, sonra düzəlir hər şeyi, əla qayda inkişaf edirsiniz. Həmən anınızı heç vaxt unutmayın. Söhbət gedir təqdimatda olan düzgün nitq və ifadədən, söhbət gedir sənin nəyi reklam eləməyindən və söhbət gedir sən reklam elədiyini dərk eləməyindən. Bəzən qeyd elədik burada ki, nələrəsə yox deməlisən. Elə təklif olub ki, mən özümü orada görməmişəm. Demişəm ki, mənlik deyil. Mən həyatı boyu özümü hansısa blogerlə müqayisə eləməmişəm. Onu heç düşünməmişəm də. Elə blogerlərin Azərbaycan mediasında deyirlər, amma media deyil də. Gəlmə bəzilərinə söhbət edirəm, amma mən hansına danışmıram. Gəlin, bugün hansısa bir hadisə baş versin. Onu şərh eləyək. O da dövlət başçımızın səsləndirdiyi fikri şərh eləsin, İsmail də eləsin, xanım da eləsin, mən deyim. Və yaxud da digər bizim həmkarlarımız. Fərq bundadır. Məsələ, səviyyə ondadır. Zirvə fərqi buradadır. Yenə deyirəm, siz hansısa dünən təsəvvür edin ki, bir özəl bir universitet yaranır, dünən yaranıb. Siz onu Bakı Dövlət Universiteti ilə müqayisə edə bilməzsiniz. Mən bundan sizi göstərmək istəyirəm. Baxın, Azərbaycanda özəl televiziyalar, Space, Lider, ATV və yaxud da digər Lider o zaman var. Bunların hamısının formalaşmasının kökündə ASTV olur. Razısınız məndən? Bütün kadr potensialı. Bəli. Bizi yetişdirib Azərbaycan. Çünki Azərbaycan televiziyası kök olub da, yəni tək olub. Amma üzr istəyirəm. Müharibə vaxtı həmin o blogerlər deyəsən televizora baxırlar, çünki internetə giriş yoxdur. Ya bəli, əlbəttə ki. Gör sözümü, bir də fikrimi bitirin. Yox, biz yayınmayaq da, sonra bunu başqa cür yönəldəcəklər. Gəlin, mən nə demək istəyirəm? Mən nəyi demək istəyirəm? Gətirin fikrimi, siz mənə biləcəksiniz nə deyirəm. Azərbaycan televiziyasının o kadr potensialı, o aparıcıları, redaktorları, baş redaktorları, operatoru, işıq quranı, bunlar hamısı, üzr istəyirəm, bir dənə qulaq asın uşaqlar. Diqqətli olacaq şərim. Onlar hamısı hər sahə üzrə peşəkar olublar. Onlar bütün özəl televiziyaların texniki heyətini qurdular, bütün özəl televiziyaların aparıcılarını içi mən qarışıq yetişdirdilər, formalaşdırdılar. Hər şey oradan gəldi və bugün də həmən komanda, o jurnalistlər ki var deyir, sizin müqayisə ilə blogi. Biz müqayisə eləmirik, bir daha vurğulayıram. Bizim onunla müqayisə etmək haqq fikrimiz də yoxdur. Amma yenə deyirəm, müəyyən çətinlik olanda, həssas məqam olanda, cəmiyyət hansısa köynəyi, daha ağır ifadələr işlədə bilərəm, götürüb əlində reklam eləyənin fikrini qəbul eləməyəcək, jurnalistlərin fikrini qəbul eləyəcək, keçilən yol sözünü deyir, izah eləyə bilirəm. Mən sizə dedim, mənim o 8-17 yaşım var idi. Mən Azərbaycan Respublikasının prezidenti Ümumi Lider Heydər Əliyevlə səfərlərdə olurdum. Sonra Cənab Prezidentlə olurdum. Bu məktəb idi, biz tədbirlərdə, siyasi proseslərdə yetişmişik. Biz hansısa marketin, hansısa digər, nə bilim, balaca bir dükkanın müəyyən paltarlarının reklamından gəlib bura çıxmamışıq da, izah eləyə bilirəm sizə. Məsələ bu da, ağırlığı budur bunun. Buyurun. Milli, dövləti maraqlarımız önə gələndə, o məsələlərdə mən dövlətimin yanındayım. Dövlətçilik tərbiyəsi olmalıdır. Dövləti sevmək lazımdır. Vətənə bağlı olmaq, bunlar çox vacib məsələdir. Dövləti qorumaq lazımdır, mənim əzizlərim.
sabah güclü olmaq üçün bizim dövlətimizi qorumalıyıq. Nə qədər güclüyük, biz istəməyəndə çox olacaq. Ona görə də bəzi məsələlərə belə səthi, şairanə, publisistik baxmaq lazım deyil. Xanım necə də real baxmaq lazımdır və analiz eləyin həmişə hər şeyi. Təşəkkür edirəm.